Quran-ı Kərimin Fəcr surəsinin 15-ci və 16-cı ayədə təqribən 29 yerdə ayədə Allah Teala imtahan haqqında söz açıb. Onlardan biri də mübarək Ənkabut surəsinin 2-ci ayəsindədir ki, Allah Teala buyurur: "Əhasibən nas ən yutraku ən yəqulu amennə və hum la yuftənun." İman gətirən insanlar beləmi düşünürlər, beləmi hesab edirlər ki, elə biz iman gətirdik deməklə iş bitdi, daha onlar imtahan olunmayacaqlar? Sual məhrəcindədir. Əhasibən nas ən yutraku ən yəqulu amennə və hum la yuftənun. İnsanlar beləmi düşünür, beləmi fikirləşir, beləmi hesab edirlər ki, biz elə iman gətirdik deməklə daha Allahın, Rəbbimizin onunla nəyi olmayacaq? Heç bir işi olmayacaq. Beləmi düşünürlər? Sual verir. İmtahan olunmayacaqlarmı? Xeyr, əsla belə deyil. Biz imanda olduğumuz surətdə və iman gətirdiyimiz halda belə hər birimizin imtihanı da var. Mübarək Fəcr surəsinin ilk oxuduğum 2 ayəsində, 15-16-cı ayəsində Allah Teala Peyğəmbərimizə buyurur: "Fəəmməl insanu izə məbtalahu rabbuhu fəəkrəməhu və nə'ameh fəyəqulu Rabbi əkrəməni." Deyir, elə ki, Allah insanı imtihan edər və imtihan etdikdə öz nemətlərini bol-bol ona verər və ikram edər. Fəyəqulu Rabbi əkrəməni. İnsan deyər ki, Allahım məni çox istəyir. Allah məni çox istəyir deyə mənim ruzimi bol eləyib, mənə nemət verib, işlərim hamısı qaydasında gedir, heç bir problemlə, bir narahatçılıqla qarşılaşmıram. Deyir, nemətləri bol eləyib, ona ikram etdikdə insanın sözü bu olur ki, Rəbbim məni çox istəyir. Çox istəyir deyə bunları mənə verir. وَأَمَّا إِذَا مَبْتَلَاهُ فَقَدَّرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّ أَحَانَنِ. Elə ki, Allah onu imtihan eləyəndə, biraz ruzisində sıxıntı yaşayanda, o ki, işlərində problem yarananda, deyir, Rəbbi əhanəni. Allah məni çox istəmir. Mən namaz qıllam, oruç tuturam, mən əgər çox istəsəydi, mən bu sıxıntıya düşməzdim. Bəzən də orada şeytan özü qəlbivə və yaxud da şeytan sifət insanların vasitəsilə vəsvəsə edir ki, filan adam nə namaz qılır, nə oruç tutur. Məsələn, Quran və məscidimizdən, böyüklərimizdən uzaq, hələ başqa işlərlə də məşğul olur, elə işi də qaydasında gedir. Sən elə namazı qılıb, orucu tutursan, heç işlərin qaydasında gelmir. Buradan biraz da mənəvi hücuma keçir. O məlun iblis hərənin o zəif nöqtəsindən, hərənin o imtihan və bəla müsibətlər anında zəif tərəfdən hücuma keçər. وَأَمَّا إِذَا مَبْتَلَاهُ فَقَدَّرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّ أَحَانَنِ. İnsanın öz daxili düşməni və xarici düşməni də şeytandır. Bizim əsas 2 düşmənimiz var. Bir xarici düşmənimiz, bir daxili. Daxili düşmənimiz bizim nəfsimizdir. Xarici düşmənimiz isə iblisdir, o şeytan məlundur. Burada 2 düşmənin ikisi də iş başında olar. Və başlayar səni neynəməyə? Allaha olan o gedən yolda sapındırmağa, azdırmağa. Amma biz baxmış olsaq, tarixdə nə qədər imanda olub, imtihan vaxtı üzü qara çıxanlar olub. Allah bu son hadisələrdə, baş verən bu cərəyan hadisələrdə bizi öz vəzifəmizə düzgün əməl edib və üzü ağ çıxan bəndələrdən qərar versin inşallah. Quran-ı Kərimdə oxumusunuz, bilirsiniz, Həzrəti Musa aleyhissalam öz qövmündən neçə nəfər seçmişdi? Faxtara Musa qovməhu 70 rəculən. 70 seçmə
imanda, təqvada, zöhddə, hər mənada öz tayfasının, ulul əzm peyğəmbərlərdən biridir də Həzrəti Musa, səmavi kitab sahibi olan. 4 peyğəmbərdən biri, 6 ulul əzm peyğəmbərimiz var, 4-ünə ki, səmavi kitab gəlir. Məhz onlardan biri də Həzrəti Musa aleyhissalamdır ki, Tovrat Həzrəti Musaya nazil olmuş. 70 nəfəri öz qövmündən neynir? Seçir. Aparır Allahın huzuruna. Ayədə göstərilir ki, Həzrəti Musa aleyhissalam deyir ki, mən bir ay Rəbbimlə həmsöhbət olub qaydacam. Onların içərisində bir Samuri adında bir nəfər də var idi, o 70-in içində. Amma ayədə Allah Teala buyurur ki, فَأَتْمَمْنَاهَا بِعَشِرٍ 30'a biz 10 da əlavə eləyib 40'ı tamamladıq. Yəni 30 gün Həzrəti Musa aleyhissalam o 70 seçmə ki var idi, qövmünün, illərin zəhməti idi, illərin bəhrəsi idi. Çox onların zəhmətləri olub, təbliğləri. Həzrəti Nuhun haqqında yazırlar, o qədər ki təbliğ eləmişdi, o qədər. Yəni 950 il Quran məntiqi ilə peyğəmbərlik müddəti olub. Sure-i Ənkabut, ayə 14. Əuzu billahi mineşşeytanirracim və ləqəd ərsəlnə Nuhan ilə qavmihi fələbisə fihim illə 50 min əlfi am fəəxazəhumut tufan. Deməli, ayədə buyurur ki, biz Həzrəti Nuhu öz qövmünə 1000 ildən 50 il az, yəni 950 il peyğəmbər olaraq yolladıq. Fəəxazəhumut tufan. Sonra o gəmi hadisəsi, tufan, oğlu Kənanın Cədi dağına qalxması və gəlməməsi və sonda o sənin artıq əhlündəndir, ailündən sayılmır deyə ayəni peyğəmbərə ki söylüyür. İmam Cəfər Sadiq əleyhissalamdan hədis var ki, Həzrəti Nuhun bu qədər təbliği nəticəsində 9 nəfər Həzrəti Nuha iman gətirmişdi. Biz bəzən görsən birinə bir söz deyirik, qəbul eləməyəndə az qala basıb gözünü çıxardaq. Amma 950 il təbliğ eləyib. Nəticədə 9 nəfər Həzrəti Nuha neyniyib? Dərindən düşünəndə çox ağır da. Nə qədər səbir sahibi olasan, nə qədər səbrə malik olasan ki, yəni insanlar bu cür diqqətsiz və himmətsiz yanaşır.